Məsələn, görsən deyir ki, mən də müsəlmanam. Hətta özü görsən bəzən nə deyir? Deyir ki, sənin kimi deyir müsəlman olmaqdansa, mənim kimi müsəlman olmaq deyir daha yaxşıdır. Yaxşı, sən hansı müsəlmançılığından fəxr eləyirsən ki, müsəlmanlığın bir əsər əlamətini göstərə bilərsən özündə. Müsəlman namazla tanınır. Müsəlman Ramazanda orucla tanınır. Müsəlman tək Allaha ibadət eləməklə tanınır. Müsəlman Allahın əmrlərini yerinə yetirib qadağalarından çəkindiyinə görə ona müsəlman adı verilir. Göstərə bilərsən birini? Hansını göstərə bilərsən? Hə, içmirsən, zaten içməməlisən sən. Yəni içki haram. Sən gedib zina eləmirsən, sən zaten eləməməlisən. Eləməməli olduğun şeyləri gətirib Allaha təyin edirsən ki, mən də müsəlmanam. Heç bir əsər yoxdur səndə. İndi təzə mod düşüb insanların arasında. İtlərə, pişiklərə insanlardan çox hörmət qoyurlar. İnsanlardan çox hörmət qoyurlar. Vallahi Allah insanı o itdən, pişikdən də hörmət eləyir. Allah Taala deyir ki: "Və laqad karramna bani Adəm." Adəmin evladlarını hörmətli eləmişik. "Və hamalnahum fil berri vel bahr." Onları quruda da, dənizdə də, yəni sularda da, miniklərin üzərində daşımışıq. "Və razaqnahum minət-tayyibat." Onları pak ruzularla ruzlandırmışıq. Təmiz halal ruzlarla ruzlandırmışıq. "Və faddalnahum ala kəsirin mimmen xalaqna tafdila." Yaratdıqlarımızın bir çoxsundan üstün eləmişik deyir Allah Taala. İnsana hörmət qoymur, Allahın üstün elədiyi məxluqa. İtə hörmət qoyur. Adam itlə yaşayır evdə. Hansı ki, şəriət itə nəcis deyib. Gündə 5 dəfə dəstəmaz alıb, tək Allaha ibadət eləyənlərə də rişkənd eləyir. Səndən də yaxşı müsəlmanam mən. Nəyinlə müsəlmansan? İslam, özünü nisbət elədiyin İslam. İtin ağzının suyu, yediyin qab ki var, bu qab, içdiyin qab. Ona gəlib ağzı dəysə, deyir onu 7 dəfə, 8 dəfə yuyub, biri torpaq olsun. İt nə ikən qab bu? Ağzını gözünü də yalayır. Bilirsən ki, yaxşı müsəlman mənəm. Nətər, yəni necə? Belə olmur axı. Belə müsəlmançılıq olmur. Biz demirik, müsəlman deyilsən, yox. Amma müsəlmançılığın əməllərini eləmirsən.